Xəbər verdiyimiz kimi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın TV5 kanalına verdiyi müsahibədə revanşist xarakterli fikirlərini müzakirə edəcəyik biz indi. Sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir dövrdə onun belə populist fikirləri nəyə hesablanıb? Təbii ki, buna ekspertimizlə birlikdə aydınlıq gətirəcəyik. Bizimlə indi birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdulladır. Salam Müşfiq müəllim, xoş gördük. Salam Sinara xanım. Müşfiq müəllim, Koçaryanın 9 noyabr bəyanatının elə 9-cu bəndinə istinad etməsi hansı məqsədlərə xidmət edir? Gəlin elə istəyərdim ki, ətraflı bu bənddə yer alan məsələlərə aydınlıq gətirək öncəki. Niyə görə burada bir, belə deyək ki, istiqamətləri dəyişməyə çalışır Koçaryan? Bəli, Koçaryan müxtəlif siyasi variasiyalar etməklə çalışır ki, həmin razılaşmanın mətninə təhrif etsin və ona müəyyən çaşdırıcı və deməli onun məzmunundan yayındırsın. Əslində 9-cu bəndin məzmunu tam aydındır. Yəni orada açıq şəkildə yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Erməni-Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradılmalıdır və Ermənistan Respublikası buna zəmanət verir. Və bu təhlükəsizliyin də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin olunması mətndə göstərilir və bunun altında Ermənistanın baş nazirinin imzası var. Paşinyan isə bunu, Koçaryan isə bunu sual altına almağa çalışır və soruşur ki, nəyə görə maneəsiz? Bilirsiniz, əvvəla bu Azərbaycana maneəsiz keçid, bu bizim haqlı tələbimizdir və biz bunu Ermənistan qarşısında qoyanda onlar da bu şərti oxuyublar, əvvəlcədən mətnlə tanış olub, sonra imzalanırlar. Və eyni zamanda bunu Laçından keçən yolla, Laçın dəhlizi ilə, keçmiş Laçın dəhlizi ilə eyniləşdirməyə çalışır ki, sanki buna simmetrik olaraq bu qoyulub. Amma məsələ burasındadır ki, Sinar xanım, biz Azərbaycandan Azərbaycana keçidlə, yəni Azərbaycanın eksklavı olan Laçın, Naxçıvan arasında hərəkəti təmin etməklə uzun illər mövcud olan bu blokadanı sadəcə aradan qaldırmaq istəmişik. Ermənilərə isə biz bu yolu verdik Laçından, hətta razılaşma üzrə, yəni 2010-cu il, 2020-ci il 10 noyabr bəyanatında əldə olmuş razılaşmanın 6-cı bəndinə uyğun olaraq orada 3 il müddətinə göstərilir. Azərbaycan isə həmin 3 ildən daha tez müddətdə bu deməli yolu beynəlxalq standartlara uyğun tikib ermənilərin istifadəsinə təhvil verdi və ermənilər Ermənistanla deməli Xankəndi və ətraf bölgələrdə yaşayan ermənilər təhlükəsiz gediş-gəlişi təmin olunmalı idi və Azərbaycan da buna şərait yaratdı. Amma ermənilər oradan nə üçün istifadə edilər? Silah daşıdılar, ondan minalar daşıdılar və bunların sonra hamısı öz təsdiqini tapdı. Ermənilər həmin yoldan istifadə edərək artıq onların qarşısı alındı, onlar sülh məramları maşınlarında bunu daşımağa başladılar. Ekoloqların aksiyasına gəlincə, ekoloqlar bu da səbəbsiz deyil. Yəni ermənilər Qarabağdakı Azərbaycanın filiz yataqlarını, Qızıl, Nis və digər filiz yataqlarını Ermənistana daşımağa başladılar və ekoloqlar da buna etiraz edirdilər. Biz isə Naxçıvana və əks istiqamətə nə silah daşımaq istəmirdik, nə də ki, başqa ölkənin ərazisini yağmalamaq istəmirdik. Yəni Azərbaycan istəyirdi ki, sadəcə o vətəndaşlar blokad şəraitindən çıxsın və normal hərəkət edə bilsin. Və Ermənistan buna görə öhdəlik götürür. Və bu öhdəliyi də hələ də yerinə yetirmir və bunu etmək Ermənistanın borcudur. Yəni hüquqi öhdəliyidir. Amma bir məsələndə soruşum. Koçaryan Minsk qrupunun başqa formatda yaradılmasını istəyir. Rusiya, Amerika Birləşmiş Ştatları və Çinin iştirakını təklif eləyir. Bu təklif vasitəsilə o bölgədə hansı geosiyasi maraqları qorumağa çalışır ki? Sizcə dolayısıyla bu Rusiyanı proseslərə cəlb etmək istəmir ki? Əslində Koçaryanın bu təklifi Minsk qrupunu yenidən bərpa etmək yox, daha çox təklif edir ki, sülhə zəmanət yaradılsın və hətta belə bir fikir işlədir ki, siz bu sülhə inanırsınız,
onlar ona görə atəş açmırlar ki, yəni Azərbaycan. Siz onlara istədiyi hər şeyi verirsiniz. Mən bir zəmanət mexanizmləri olmayan sülhə inanmıram. Və bununla da deməli Koçaryan Azərbaycanla Ermənistan arasında imzalanması gözlənən sülhün heç də etibarlı olmadı. Daha doğrusu etibarlılığını sübut altına alır və bunu zəmanət mexanizmi olan sülh kövrək sülhdür əslində. Bax, bununla biz Koçaryanın bu açıklamanın arxasında hansı məqsəd dayanır? Nikol Paşinyan seçkilərə gedir və vətəndaşlara sülh şüarı ilə gedir və vətəndaşlara vəd edir ki, gələcəyiniz, təhlükəsizliyiniz, rifahınız üçün, inkişaf üçün sülhə səs verir. Koçaryan isə bunun alternativini təqdim edir. Yəni, bu sülhü, Paşinyanın sülh platformasını şübhə altına almaq üçün deməli, sülhün etibarlılığını şübhə altına alan zəmanət mexanizmi təklif edir. Yəni, bu sülh kövrəkdir, bu sülhə etibar etmək olmaz, Paşinyanın platformasını etibar etmək olmaz və ona görə bir mexanizm yaradılmalıdır. Amerika Birləşmiş Ştatları, Rusiya və Çinin iştirakı ilə. Və bununla da bir tərəfdən Rusiyanı bölgəyə gətirmək istəyib, digər tərəfdən də sülhü etibarlılığını kölgə alır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın TV5 kanalına verdiyi müsahibədə revanşist xarakterli məsələni müzakirə etdik. Bizimlə birbaşa bağlantıda siyasi şərhçi Müşfiq Abdullah idi.